Ancaq o dövrdə də hələ mən bağda ev yoxdur, prezident aparatının bağında qalıram. Demək bu elçilər gəliblər ki, artıq da biz təkrar edirəm, söz budur ki, Heydər Əliyev böyük sabahlıqdır. Bəs Heydər Əliyevdən sonra biz başımıza çarə qurmalıyıq, kimi hakimiyyətə gətirməliyik. Bu danışıqlar gedir. Demək, Ramiz Mehdiyev gəldi bağ evində, mən də bağda qalıram. Orada məni çağırdı. Bu kabinetdə söhbətləri bir ehtiyatla eləyirdi. Ki, bəs başladı ki, olduğu kimi sözü deyirəm. Bəs Heydər Əliyev heç vaxt özündən başqa heç kəsi fikirləşməyibdi. Bu onsuz da artıq idarə eləyə bilmir, yaşlanıbdır. Kim deyir? Ramiz Mehdiyev. Ramiz Mehdiyev. Kimə deyir onu? Mənə. Ben söhbət demirəm, bağ evində gəlibdi, çıxmışıq həyatda söhbət eləyə. Yəni bu bizi bir dəfə pis vəziyyətə qoyubdu. Biz indidən tədbirimizi görməliyik, hakimiyyət məsələsini həll eləməliyik. Yəni Rəsulun mənim razılığımı gətirir ki, mən Rəsulla məni barışdırsın, Rəsulun hakimiyyətə gəlməsinə mən razılıq verim. Mən orada çox son dərəcə sərt reaksiya verdim. Dedim, mən bunu xəyanət hesab edirəm. Dedim, Heydər Əliyev həqiqətən də həmin dövrdə, indi bilmirəm siz o dövrdə daha gəncsiniz də, nə dərəcədə Heydər Əliyevdə saatlarla mətbuat konfransı keçirilir, ölkə gərgindir, bu samolyotdan düşür, o samolyota ölkələ xarici səfərləri var. Yəni Heydər Əliyevdə kifayət qədər enerjilidir də, deyəsən ki, bu yaşlı bir insanın şeyi deyil. Obrazı deyil. Obrazı deyil də. Dedim, Heydər Əliyev dedim, bunu mən alçaq sayıram, xəyanət sayıram da. Yəni Heydər Əliyev səndən məndən az ölkənin taleyini fikirləşmiş ki, yəni Heydər Əliyev çağırar mənə, deyər Neymət Pənahlı, məndən sonra neyniyə o müzakirə edir. Bunun faktiki olaraq bu mövzunu müzakirə gətirmək xəyanətdir. Bu satqınçılıqdır. Siz neynədiniz? Ondan sonra da açığı deyirəm, o dövrdə də indi bizim, məsələn, mən vəzifəyə gələn kimi də bizim əsas hədəfimiz nə idi? Qarabağ savaşını. Qarabağ savaşı aparaq. Burada müharibəni eləyək. Mənim daha çox diqqətim, istiqamətim o istiqamətdə idi. Ondan sonra da hakimiyyət demək olar ki, atəşkəs elan edildi, 6 rayon işğal edildi. Çox gərgin bir dövrdür də. Yəni eyni səviyyədə rüşvət, korrupsiya prosesi davam elədi. Mən də bu şeylərə etiraz edirəm. Yəni hətta canlı efirdə bir dəfə Heydər Əliyev də dedi ki, Neymət bəy Pənahlı, mən burada tək işləyən deyiləm ki, mən məcburam bu adamlarla işləməyə. Nəysə, mən gəldim, ondan əvvəlcə də, nəysə, məndə artıq narazılıq var, bəzi şeylər məni təmin eləmir, belə deyək də. Gəldim, Heydər Əliyevlə 95-ci ilin parlament seçkilərinə hazırlıq gedir. O ərəfədədir. Yəni, bu söhbətimizin, bizim olan söhbətimiz bu ərəfələrə gəlib çıxır. Mən gəldim Heydər Əliyevlə danışdım. Dedim, bilirsiniz Ramiz Mehdiyev burada nə oyunlar aparır, nə edir. Sözün dediysən, Ramiz Mehdiyev, bir daha deyirəm, onun dediyi sözü olduğu kimi deyirəm. Heydər Əliyev dedi ki, Ramiz Mehdiyev satqın şərəfsizin biridir. Şəxsən məni 2 dəfə satıb. Ancaq mənim bu günləri başqa kadrim yoxdur, mən məcburam bunlarla işləməyə. Dedim, siz bilirsiniz ki, Ramiz Mehdiyev şərəfsiz və satqındır. Mən tək Ramiz ifadələr işləmədən davam edə bilərik, hə? Yəni, çünki şahidimiz yoxdur, sabah məhkəmə perspektivi çıxmasın. Olsun, mən verəcəklər də, siz verməyəcəklər. Efir bizim efirdə, ona görə deyirəm. Etdiyi ifadəni olduğu kimi deyirəm da. Dedim, siz bilirsiniz belədir. Dedi, hə. Dedim, onda o Rəsul Quliyev, o Ramiz Mehdiyev, o siz mən getdim. Mən bu cür istefa vermişəm. Yəni sizin istefa səbəbiniz Ramiz Mehdiyev olub. Tək son olaraq da bu söhbətim, son danışığımız bu olub. O vaxta qədər də yenidir. Parlament seçkilərinə qarşı mənim iradlarım var idi ki, bu cür keçirilməsin. Mən məsələn tutaq ki, dirəşmişdim ki, deyirəm də bu rüşvətxorlar, bu korrupsiya xüsusilə də, bax o dövrdə Sevinç xanım, milli azadlıq mübarizəsi dövründə biz aparanda biri var ki, hadisələrə neytral qalasan. Biri var ki, Rus imperiyasına, Azərbaycan milli azadlıq hərəkatını boğmaq üçün bütün yollara əl atılasan. Yəni, xalq hərəkatına qarşı, mən onu dəfələrlə ifadə eləmişəm də, mən şəxsən bu qənaətdəyəm, bu gün də o qənaətdəyəm ki, Azərbaycan xalqı nə Rus imperiyasının qarşısında məğlub olmayıb, nə ermənin qarşısında məğlub olmayıb. Həmin dövrün hakimiyyət orqanlarının satqınlığı nəticəsində biz 1-ci Qarabağ savaşında o zərbələri almışıq, o fəlakətləri yaşamışıq.